Bu MacBook'u hər kəs ala biləcək. Bəli, düz eşitdiniz. Qarşılayın MacBook Neo. İlk olaraq gələn dizaynla tanış olaq. MacBook Neo nəinki daxili performansı ilə, həmçindəki öz üslubu ilə seçilir. 4 fərqli rənglərdə təqdim olunan bu MacBook gümüşü, blush, sitrus və indigo ilə savayı alüminium korpusla həm portativ, həmçindəki çox şık görsənir. 13 düyümlük Liquid Retina displeyi ilə 2408-in 1506-ya çözünürlük, 500 nits parlalıq və 1 milyard rəng seçimi ilə istər video izlərkən, istərsə də ki şəkilləri redaktə edərkən vizual təcrübə sadəcə möhtəşəmdir. Hər şey dəqiq, canlı və detallıdır. İndi isə gəlin bu MacBook'un daxili parametrlarına nəzər salaq. Burada bizi A18 Pro çipi gözləyir. Bundan da savayı 6 nüvəli CPU və 5 nüvəli GPU ilə bu MacBook ilə siz həm şəkil redaktası, həmçindəki AI ilə dərslərin qeydlərini apara bilərsiniz, həm də ki gündəlik işlərinizi rahatlıqla apara bilərsiniz. Bu MacBook əsl güc mərkəzidir. Əvvəlki versiyalardan qat-qat ağıllı və sürətli cavab verir. Batareya ilə bağlı istifadəçilər yaxşı bir xəbər gözləyir. 16 saat şarja taxılmadan internet istifadə və video izləmə müddəti ilə bu cihaz gündəlik işlər və təhsil üçün əla bir seçimdir. 256 GB SSD yaddaşı ilə tətbiqlərin açılış sürəti çox yüksəkdir və fayllarınız üçün kifayət qədər yer mövcuddur. 1080 FaceTime kamera və Spatial Audio sayəsində video zəngiləriniz daha keyfiyyətli və daha mükəmməl olacaq. Bundan savayı burada sizi Thunderbolt 4, Wi-Fi 6 və Bluetooth 5 gözləyir ki, bunun sayəsində bütün gündəlik rutin işləriniz 1/5 daha sürətli olacaq. Anladığınız kimi xarici dizayn, ümumi daxili parametrlər, qiymətin sərfəli olması bu laptopu sənin üçün əsl ideal seçimidir. Əgər bu laptopu əldə etmək istəyirsinizsə, o zaman aşağıda istənilən mağazalara, vebsayt və mobil tətbiq vasitəsilə əldə edə bilərsən. Əgər bu laptopla bağlı hər hansı bir sualın yaralsa, bu videonun şərh bölməsində qeyd elə və yaxud da ki ulduz 0171 nömrəsi ilə əlaqə saxlaya bilərsən. Sağ olun dostlar.